Xocalı rayonunun Badarı kəndində maraqlı hadisə baş verib. Belə ki, ayı yaşayış evinin həyatına girib. Vəhşi ayı kənd sakini Piriyev Elgün Aslanoğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olub. Maraqlısı budur ki, ayı həyətə girən kimi əli üzüyülən yerə yaxınlaşıb, it üçün qoyulmuş yemi yeyib üstündən də su içərək geri qayıdıb. Ev sahibinin lentə aldığı görüntülərdən ayının bir ayağının olmadığı görünür. Kənd sakinləri heyvanın minaya düşərək xəsarət aldığını ehtimal edirlər. Azərbaycan vətəndaşı Qazaxıstanda faciəvi şəkildə həlak olub. Doğru xəbər Azərbaycan bildirir ki, Ucar rayon sakini 1994-cü il təvəllüdlü Sadiq Niyazoğlu Abdullayev Qazaxıstanda baş verən ağır yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat edib. Həmyerlimizin nəşi doğulduğu Ucar rayonuna gətirilərək dəfn olunub. Xəbər verildiyi kimi Ağdərə rayonunda baş vermiş ağır yol nəqliyyat hadisəsində 2 nəfər həyatını itirib. Doğru xəbər Azərbaycan bildirir ki, qəza gecə saatlarında Həsənriz Umudlu yolunda qeydə alınıb. Məlumata görə, hərəkətdə olan avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri 1973-cü il təvəllüdlü Nazim Əsgərov və onun həyat yoldaşı 1980-ci il təvəllüdlü Könül Əsgərova dünyasını dəyişiblər. Allah rəhmət eləsin. Zaqatalada bir neçə gündür itkin kimi axtarılan kişinin meyidi tapılıb. 62 yaşlı Xanlar Məmmədovun cəsədi Tala çayından aşkar edilib. Üzərində zorakılıq əlamətləri müşahidə edilməyən meyit dəqiq ekspertiza üçün morqa təhvil verilib, əlavə məlumatlar veriləcək. Xəbər verildiyi kimi Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritime şirkətinin məxsus içində 11 nəfər Azərbaycanlı olan Atlas Bey mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Hücumdan sonra kapitan istisna olmaqla digər ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Dənizçilərin İctimai Birliyinin sədri İlham Nəsrov gəminin kapitanı Səməd Nəsrullayevin həlak olduğunu deyib. Birlik sədri öz vəzifə borcunu yerinə yetirərkən amansız hücumun qurbanı olan kapitanın yaxınlarına başsağlığı verib. Sabirabad rayonunda müxtəlif vəzifələrdə çalışmış, rayon ictimai həyatında uzun illər xidmət göstərmiş Mirşamil Mirmurtuzaoğlu Qasımov vəfat edib. O ötən gün 83 yaşında dünyasını dəyişib. Mirşamil Qasımov uzun illər Sabirabad rayon İstehlak Cəmiyyətinin sədri, daha sonra isə Sabirabad rayon Bələdiyyəsinin sədri vəzifələrində işləyib.